Kirayeye verdiğimiz evin mətbəxinə baxın. Mətbəxin yenicə alıb üstünə qoyduğumuz aspiratora gününə. Aspiratorun baxın hələ klokların üstündən sökülməmişdi. Bu da qazın içinə gündədir. Pletkasını yandırıb üstünü. Çox iğrənc, çox pinti. Bunun üzərinə Allahım. Bu insan yaşamırmış. Bu nədir ya? Bunun üstünə xaldenlik kirin içində pramon. Kirayədə qalırsan, nə olsun ki öz evindeydi. Adam evi bu gündə qoyub gedər. Bunu da təmizləyən insandır. Təmiz götürmüşsünüz, təmiz təhvil verirlər. Belə olar. Bu nədir? Bu nədir? Adam beləncik qoyub gedər buranı. Təmiz səliqəli götürmüsənsə bu cürünə evi. Bu nədir? Yağın çirkin içində qoyub gedirsən. Olarmı? Bunu sizdən sonra da gələnlər var bura. Olarmı? Bunu bu gündə qoyub gedərlərmi? Axı siz bunu bu gündə götürməmsiniz. Belə kirin içində götürməmsiniz. Olarmı beləncik? Bu nədir? Bunları zibilə atıb gedə bilmirsiniz. Yığışdırıb təmizləyib gedə bilmirsiniz. Nədir bunlar? Əlinizin artığına qoyursunuz, beləncik gedirsiniz. Kifli. Nədir bu beləncik? Olmaz axı. Ev götürürsünüz. Çirkli nə eləyib gedirsiniz? Onlar belə necə yaşayırsınız? Eviniz də belə olur. Bu nədir belə? Bunu necə təmizlənəsi bir şeydir? Bunu necə danışım mən? Bu cür nə səliqəli ev vermişəm. İğrənc günə qoyub gediblər. Onlar belə. O paltarlar da day bilmirəm nədir. Əl artıqlarını da tullayıb gediblər. Olmaz axı belə. Mən niyə götürməliyəm onları? Onları mən niyə götürməliyəm? Əl artıq o. Mən nətər onu hara aparmadım? Olar belə şey. Lazımsızca at zibilliyə elə getginə. Mən iğrənc şeylərə niyə əlimi vurmalıyam?